Herkese salam, kanalımıza hoş geldiniz. Yine mevzumuzdan da indi ise 18. sorudan başlayıp izah edeceğim. 18. sualda bizden tek ismi ister. Cause the line of nouns in the singular tek ismini ister. A variantında people'da çıxırıq çünkü people ve clothes cəm isimdir, ona görə variantını çıxırıq. B variantında fit cəm isimdir, ona görə B variantını çıxırıq. C variantında woman və polis cəm isimdir, ona görə C çıxırıq. D variantı qalsın. E variantında tit və trousers çıxır. Çünki onlar cəm isimdir. Cavabımız D variantı. 19-cu sualdan bizdən doğru variantı istəyir. Bizden doğru variant istəyir. Bəli, 19-cu sualda bizdən düzgün variantı istəyir. Pozitiv case'ına görə baxaq. Burada biri götürəcəyik. Yəni biri götürürük. Biri götürürük. 2'yi çıxırıq. 2 olmur. Onun görə 2 olan variantları buradan çıxırıq. Bir demiştik. D variantından çıxıyor. Cevabımız E variantı olur. 1, 4, 5. Sonra 20'də. 20'də A variantı ola bilməz. B variantı ola bilməz. D variantı ola bilməz. Cevabımız C variantı, E variantı ola bilməz. 21'də baxaq. 21'də biri götürürük. Bir belə darıyalaq. Bir olmayan variantları çıxırıq. Olmayan variantları çıxırıq. Sonra 2'yi götürürük. 2'yi götürürük. 2 olmayan variantlar da çıxanda cevabımız E variantı. 22'də bizə mürəkkəb ismi istəyir. A variantını çıxırıq. B variantı qalsın. C variantını çıxırıq. D variantını çıxırıq. E variantında çıxırıq. Cevabımız B variantı. 23'də bizdən kapatmamızı istəyir. Yəni mürəkkəb ismi istəyir. A variantını çıxırıq. B variantı qalsın. C çıxırıq. Bəli. Davam edək suallarımıza. C variantını, yox, C variantı çıxmır, bağışlayın, bir dənə 2 dəqiqə qalana. A variantını çıxırıq, B variantını çıxırıq, D variantını çıxırıq, E variantını da çıxırıq. C variantı çünki bizdən compound nouns istəyir. Sonra 24-cü suala keçək. Cause the line of compound nouns. Bizdən mürəkkəb ismi istəyir. Buradan bir variantını çıxırıq. C'də çıxırıq. D'də çıxırıq. E'də çıxırıq. Cavabımız A variant. Cause the compound nouns. Bizdən mürəkkəb ismi istəyir. Bir variantını çıxırıq. C variantını çıxırıq. E variantını çıxırıq. D'də çıxacağımız A variantı. Cause the compound nouns. Yine mürəkkəb isim istəyir. A variantını çıxırıq. B variantını çıxırıq. C'də çıxırıq. Cevabımız D variantı olur. E'də çıxırıq. E'də 27-ci sual. 27-ci sualda bizdən passive case istəyir. 27-ci sualda birinciyə baxaq. Bəli, 27-də 1-də olmur. Ona görə 1 olan variantları çıxırıq. Biri çıxaq. Biri çıxdıq. Sonra 2'yi saxlayırıq. 2 olmayan variantları çıxırıq. Yəni getdiyi anda sonra 3'ə baxırıq. 3 olmaz. Ona görə də
3-ü çıxırıq. Elə olan variantlar da çıxırıq. A getdi. Qaldı 1-2 və yaxud 2-4. Yəni biri çıxmış onsuz da mən niyə buradan çıxmamışam və cavabımız D variantı. Gəldik 28-ci sual. 28-ci sualda bizdən prolar cəmisi isə A variantını çıxır. Çünki biri təqdir B variantına çıxırıq. 28-də çıxırıq. Və D-də çıxırıq və E variantı zebralar və yumurtalar. 29-cu sual bizə cəmi ismi istəyir. A variantını çıxırıq. School təqdik. B variantı çıxırıq. C-də çıxırıq. Cake təqdir. D qalsın. E-də çıxırıq. Cavabımız D variantı. 30-da singular bizdən tək ismi istəyir. Gəlin başlayığında. 3-4 olan variantları bir dənə belə eləyək. 3-4 olan variantlar ya 1 yaxud 5. Burada 5-i götürə bilər. Ona görə 1 getdi, 2 getdi, 3, 4, 5 cavabımız B variant. 31-də bizdən kompot naz mürəkkəb ismi istəyir. 4-ü 1 və 4-ü götürürük. 3 çıxır, 2 çıxır, 1, 4, 1, 4 C variantı. 32-ci sualda cause the compound nouns bizə yenə mürəkkəb ismi istəyir. 1-i çıxırıq, 1 olan variantları da buradan çıxırıq. 2 və 3. 2 və 3 E variantını götürək. 3 causes a pair of nouns in the singular. Bizdən tək ismi istəyir. Tək ismi istəyir. A variantı qalsın. B variantını çıxırıq. D variantını çıxırıq. E variantını çıxırıq. C variantını çıxırıq. Cavabımız A variantı. 34-də bizdən singular tək ismi istəyir. Yəni bütün sözlər tək olsun. A variantını çıxırıq. Pijama. Bəli 34-də A variantını çıxırıq. B variantı qalsın. C variantında children uşaqları çıxırıq. D-də pillows çıxırıq. E variantını çıxırıq. Cavabımız B variantı. 35-ci suala bizdən ismi istəyir. Stories. Biri götürürük. Biri qaçaqdığına görə 3 çıxır. 3 olan variantları buradan birbaşa dəf eləyirik. D-də çıxır. Cavabımız E1, 4. 36-da bizdən kompot nauns'u istəyir. Gəlin 5-i çıxarıq. Gözümə elə 5 gəlin. Ona görə onu çıxıram. E variantı getdi. C variantı getdi. A variantı getdi. 1-i götürək. 2-yi götürək. 3 götürmürük. 4-ü götürürük. 1, 2, 4. Yəni bir də məsələn, ship onu düzəltmə olunur. Onlar məsələn istisnalar vardır. Məsələn, warshipdir. Məsələn, bunlar mürəkkəb olur onda. Videomuz buraya qədər deyil təbii ki də. Çünki keçən dəfə videomuz az müddət olub, 10 dəqiqə olub. Bugün isə biraz istəyirəm ki, çox olsun. Testlərin sayını artıraq. İstəyirəm ki, 60 dənə hələlik test edək. Keçirik digər səhifəyə. Bəli, keçdik digər səhifəyə. Gəlin başlayaq 37-ci sualdan. 37-ci sualda bizdən kombinasiyamız istəyir. Buraya mən 1 və 4-ü buradan birbaşa silirəm və o olan variantlarda çıxardım. Yəni A getdi. Sonra 2, 3, 5-i saxlayırıq və cavabımız C variantı. Gəlin 38-ci sual keçək. Bizdən nouns ismi istəyir. B variantında strong güclüdür. E variantında hot istidir. C variantında çıxırıq. D variantında çıxırıq. Və cavabımız A variantı. Yox, cavabımız A variantı deyil. Bağışlayın. Hərdən diqqətsizlik olur. E variantını çıxırıq. Hot. B variantını çıxırıq. Strong. A variantını çıxırıq. C variantını çıxırıq və cavabımız D variantı. D variantı. Sonra
Gəlirik 39-cu suala. 39-cu sualda bizdən yenə nouns istəyir. A variantını çıxırıq. B variantını çıxırıq. B və D-də çıxır. Cavabımız C variantı. 40-da bizdən uncountable nouns, yəni sayılmayan ismi istəyir. A variantını çıxırıq. B variantını çıxırıq. D variantını çıxırıq və E variantını çıxırıq. Cavabımız C variantı. Çünki uncountable nouns, milk, butter, rice bunlar sayılmır. Amma A variantında city məsələn sayılır. Ray və çaylar məsələn ray və S arta bilir. B variantında məsələn juice, meyvə şirələri juice S arta bilir. Yəni belə. 41-də bizdən uncountable nouns istəyir. Ona görə biz gəlin başlayaq. E variantını çıxırıq, D variantını çıxırıq, C variantını çıxırıq, B variantında çıxırıq. Cavabımız A variantı. Gəlin keçək 42-ci suala. 42, 43, 44 bunlar əsasən positive case aiddir. Pasife case aiddir. Gəlin başlayaq A variantından. Bəli, 42-ci sualda elə A variantını saxlayaq. Cavabımız elə variantdır. B variantını çıxırıq, C çıxırıq, D çıxırıq, E çıxırıq. Cavabımız A variantı. Gəlin 43-cü suala keçək. 43-cü sualda bizdən düzgün variantı istəyir. 43-də biri saxlayırıq, bir doğru, bir olmayan variantları çıxırıq. 2 olan variantları da çıxırıq. 3 olan variantları da çıxırıq. 3 variantları da çıxırıq. Və 4 doğruluğuna görə cavabımız 1, 4. Yəni A variantı. 44-cü sualda bir olan variantları çıxırıq. Çünki 1 doğru deyil. A getdi. B getdi. C getdi. A 2 doğrudur. 2 götürürük. 2 olmayan variantlar diye çıxır. Cavabımız E variantı. 45-də bizdən cəm ismi istəyir. A variantını çıxırıq. A variantını çıxırıq. B variantını çıxırıq. C variantını çıxırıq. D də çıxırıq. Cavabımız E variantı. Yəni bax A variantına və dünya teknologiyanı çıxırıq. B variantına Dagger Speed bunlar təkdən görə çıxır. C variantında News S olsa da o tək götürülür. D variantında Fish təkdir. Cavabımız E variantı. 46 singular. Singular tək isimdir. Yəni bizdən tək isim istəyir. Gəlin baxaq. A variantında oksini çıxırıq. B variantında B-də B qalsın. C-də çantaları çıxırıq. D-də mais canları çıxırıq. D-də şəhər balı çıxırıq. Cavabımız B variantı. Gəlin keçək 48-ci suala. 48-ci sualdan bizdən compound nouns istəyir. 1 seaside, 2 çıxırıq, 4-ə çıxırıq və 5-ə çıxırıq. 1 3 yəni 1 3 olan variant 1 3 5 baxın 1 3 5. Cavabımız 1 3 5 qalanlarını da dəf edir. Yəni cavabımız E variant. 48-də bizdən plural cəm ismi istəyir. 3'ü götürək, 2'yi götürürük, 2 3 yəni 2 3 olmayan variantlar çıxırıq. A getdi, D getdi. Bunlarda çıxırıq. Eni də çıxırıq. Cavabımız B variantı. Gəlin keçək 49-cu suala. 49-cu sualda D compound nouns bizdən mürəkkəb ismi istəyir. Underground. Tsunami 2 çıxardırıq, 4 çıxardırıq, 1 3. Cavabımız A variantı, yəni 2 ilə 4-ə çıxardıq. Buradan 2 getdi, bunlar getdi, bu da getdi. Bəli. Keçək 50-ci suala. Nouns in the singular bizdən tək ismi istəyir. A variantında hədiyyələri çıxırıq. B variantında kökləri çıxırıq. C variantı qalsın. D variantında goods çıxırıq. E variantında beds çarpayılar. Cavabımız C variantı. 51-ci sual. 51-ci suala bizdən line of nouns ismi istəyir. B variantını çıxırıq. C variantı. C variantı qalsın. A variantını çıxırıq. B variantını çıxırıq. Cavabımız C variantı. Bizdən cəm ismi istəyir. 1'i götürürük, 2'ni
2 və 3 çıxırıq, yəni getdi, getdi, getdi. Bir də 2-də çıxırıq. Cavabımız da görürsünüz, çıxanda daha asan olur, daha tez tapılır suallar. Yəni ki, singular bizim tək ismi A variantında yarpaqlar, B variantında fit, C variantında qalsın, D variantında ringis getdi, E variantında glasses, cavabımız C variantı. 54-də bizdən singular tək ismi istəyir. A variantı qalsın, B variantına çıxırıq, C variantına çıxırıq. Sonra E'də çıxırıq, cavabdan aynen D qaldı. Bizdən isə namus ismi istəyir. A variantında çıxırıq, çünki bizdən isim istəyir. Cavabımız D variantı. 55-də kompot naz. Bizdən mürəkkəb ismi istəyir. Mürəkkəb ismi istəyir. Gəlin çıxaq. Watermelon qalpadı və qalacaq mütləqdir. Buna görə C çıxılır, A çıxılır, D çıxılır. Altı burada doğru variantı gəlin baxaq görək. Cavabımız B variantı. Çünki katalog 2 kataloguna görə çıxırıq buradan. İndi isə keçirik digər səhifəmizə. 56-cı sualda bizdən qazanımız incə pulacım ismi istəyir. Biri çıxacaq, bir tək sonda heç olmasına baxmayaraq təkdə biriləri çıxırıb B getdi, C getdi. 2-yə saxlayırıq. 2 olmayan variantları çıxırıq. 3-ü də çıxırıq. 4-ü də çıxırıq. Ona görə A variantı. Cavabımız 2, 6, 7. Çıxırıq. İndi isə gəlin keçək 57-ci sual. 57-ci sualdan bizdən possessive və case istəyir. 57-ci sualda bizdən possessive və case istəyir. Birinciyə baxaq. Birinci doğru götürülür, bəli. İkinci yanlışdır. Ona görə 2 olan variantları çıxırıq. 3-ü doğru götürəcəyik. Ona görə 3-ü götürürük. 4-ü çıxacaq. 4 yanlışdır və 5 götürürük. Ona görə D variantı cavabımız A variantı. İndi isə 58-ci sualda bizdən possessive case istəyir yenə. Biri çıxırıq, çünki 1 səhvdir. 2 doğru götürürük. 2 doğru götürəndə də avtomatik olaraq D variantı gedir və cavabımız 2, 3, 5. Cavabımız yəni E variantı. 59-a bizdən genetic case istəyir. 59-a A variantını çıxırıq. B qalsın. C-də çıxırıq. D-də çıxırıq. E-də çıxırıq. Cavabımız B variantı. 60-cı sual. Son sualımızda artıq. Buna da video sonlanacaq. Yəqin ki, sabahda və ya birisi gündə artıq yeni izahlar gələcək. Əgər istəyirsinizsə də 11 illik ingilis dilindən test izahları gəlsin. Zəhmət olmasa onlar bizə yorum yazarsınız və yaxud əvvəlki videolarda əlavə etdiyim nömrəyə yaza bilərsiniz. 60-da bizdən possessive case istəyir. A variantı qalsın, elə A variantı doğrudur. Elə B variantını çıxırıq, C variantını çıxırıq, D-də çıxırıq, E-də çıxırıq. Və cavabımız A variantı. Çox sağ olun. Görüşənə dək. Əgər videosuna qədər izlədinizsə, kanala like atıb, kanalı takip edib, yorum yazmağı unutmayın.